Azərbaycanda influencerların və blogerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib. Bunu Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Bazarına Nəzarət Şöbəsinin müdiri Yusif Tapdıqlı bugün Bakıda müasir rəqəmsal dünyada istehlakçılar, elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri mövzusunda keçirilən forumda bildirib. Onun sözlərinə görə, ötən il reklam haqqında qanuna edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influencer və blogerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub. Stat: Dəyişikliklərə əsasən influencerların özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamlarının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır. Statın sonu.